Necəsən Aytən? Əla. Əla. Hazırsan? Hazır. Başlayaq. Bugün bir neçə sual verəcəm və biz bu sualları müzakirə eləyəcəyik. Bilirəm ki, ən çox uşaqlarla çalışırsınız. İngilis dili öyrədirsiniz onlara və bir neçə suallar biz bir yerdə müzakirə eləyəcəyik. Ümid edirəm ki, maraqlı olacaq. Əminəm ki, çox maraqlı olacaq. Uşaqlara dil öyrətməyin ən çətin tərəfi nədir sizcə? Ən çətin tərəfi uşaqlar ingilis dili ölkədə yaşamır. Bizim ilk öncə onu deyim ki, Azərbaycanda ingilis dili mühit demək olar ki, yoxdur. Və bu mühitdə uşaqlara ingilis dili öyrətmək, onların danışığını inkişaf elətdirmək bu bir qədər çətin olur. Çünki uşaqlar həftədə 2 dəfə, 3 dəfə dərslərlə ingilis dilinə məruz qalırlar və yaxud dərsdən əlavə müəyyən qədər videolara baxırlar və yaxud filmlər izləyirlər. Amma danışıq mühiti dərsdən əlavə demək olar ki, yox dərəcəsindədir. Bu bir qədər çətinlik yaradır. Daha sürətli danışığı inkişaf elətdirmək üçün, dil bacarıqlarını inkişaf elətdirmək üçün. Bəs sizcə bunun üçün nə edə bilərlər? Yəni əgər xaricə çıxma imkanı yoxdursa, bir az yaşlı olaraq? Mənim işlədiyim uşaqların əksəriyyətinin valideynləri də ingilis dilini bilir. Amma belə deyək də, biz ancaq əsas dilimiz Azərbaycan dilidir. Azərbaycan dilində danışırlar. Daha yaxşı olar ki, dərslərdən əlavə də ingilis dilini bilən hansı valideynlər ki, ingilis dilini bilir, onlar uşaqları ilə ünsiyyətlər qursunlar və dərslərdən əlavə də ingilis dili mühiti olan yerlərlə uşaqları tanış eləsinlər. Düzdür, biz həm dərslər, həm conversationlar keçirik. Uşaqlar həftədə 3 dəfə, 4 dəfə həm kiçik qruplarda, həm bir qədər böyük qruplarda məşq edirlər, danışırlar. Amma digər kurslar da var, conversation təşkil edən qruplar da var ki, məsələn, onları da tövsiyə edərdim ki, həmin görüşlərə də qatılsınlar. Yəni uşaqlar nə qədər çox fərqli mühitdə olsalar, öz öyrəndiklərini daha rahat şəkildə istifadə edə bilirlər, digərlərindən öyrənirlər. Çünki daimi olaraq eyni müəllimdən ünsiyyətdə olmurlar, eyni uşaqlar görmürlər. Fərqli mühitlərdə olurlar. Bildiklərini istifadə etdikcə də onlarda öz güvən yaranır. Və bu formada daha rahat açılışa bilirlər, dil bacarıqları inkişaf edə bilir. Əslində çox yaxşıdır o. Qeyd elədiniz ki, həftədə 3-4 dəfə conversationlar edirik. Yəni kifayət qədər intensivdir, düşünürəm ki, onlara çox yaxşı təsir edir. Qalan günlərdə də ingilis dilində məncə cizgi filmlərə baxsalar daha yaxşı onlara təsir eləyər. Özümüz əslində yaxşı bilirik, çünki bizim uşaqlarımız da ingilis dilində bilirlər. Bəs ən asan tərəfi soruşsam nədir uşaqlara ingilis dili öyrətməyin? Ən asan tərəfi uşaqlar öyrənməyə meyillidirlər. Yəni onlar əyləncəli öyrənməyə meyillidirlər. Əgər işin içində əyləncə varsa, maraqlı videolar, şəkillər varsa, uşaqlar maraq göstərir öyrənməyə. Həm də onlara danışıq mühiti, şərait yaradanda, sözlərini kəsməyəndə, qorxu hiss etməyəndə özlərini daha yaxşı ifadə edə bilirlər, səhv etməkdən qorxmurlar. Yəni bu tərəfi çox önəmlidir. Öz bildikləri kimi özlərini ifadə etməyə çalışırlar. Bunun bir hissəsini əgər ingilis dilində deyə bilirsə, ingilis dilində deyir. Deyə bilmirsə, rahat şəkildə Azərbaycan və ya rus dilində tərcüməsini soruşur. Və əsas olaraq o prosesdə iştirak edir. Yəni çəkilib kənarda dayanmır. Bu da həm onlar üçün, həm də mənim üçün yəni dərslərimizi asan edir. Böyüklərdən fərqi bulardır yəqin ki, çünki böyüklər daha çox çəkinirlər. Böyüklərə dərs demisiniz, yoxsa qısa müddətdə olub, böyük tələbələrim də olub. Tam belə beginnerdən başlanğıc olaraq mənlə də başlayanlar olub. Onlarla başlamaq daha çətin olur, çünki yaşları 30+ olur və birdən daha öncə də müəyyən təcrübələri olub, qısa müddətli öyrənib dayanıblar və yenidən cəhd edirlər və yenidən dayanırlar. Ən çətin tərəfi. Çünki daha çox belə mükəmməllik, daha belə səhvsiz, ya da ki, digər tərəfdən mən bacarmıram, məndə alınmır, hər kiçik səhvdə tez-tez qırılmalar olur. Bir də ən böyük şey, daha tez nəticə gözləyirlər, tələsirlər. Nə vaxt öyrənirlər. Uşaqlarda elə bir şey yoxdur. Uşaqlarda düzdür, o sual gəlməyib, mən nə vaxt bunu tam yaxşı şəkildə deyəcəm, onu gözləmirlər. O önəmlidir. Düzdür. Məncə uşaqların həm də dil öyrətməyin
ən asan tərəfləri varsa, çətin tərəflərindən biri onları ələ almaq, cəlb eləməkdir. Onu bacardınsa artıq məncə hər şey yaxşı gedir. O tərəfdə çünki biraz müəllim anlayışı elədi ki, müəllim ciddi olmalıdır. Ciddi olmalıdır ki, hər kəsi ələ ala bilsin. Amma digər tərəfdən mən düşünürəm ki, ciddiyyət lazımdır. Böyük qruplarla işləyəndə bu xüsusən lazım olur. Amma kiçik qruplarda ciddiliklə uşaqlar arasında sərbəstlik olmalıdır. Uşaq səni birinci qəbul eləməlidir. Səni qəbul eləyəndə ciddi tərəfi də qəbul edir, mülayim tərəfi də qəbul edir. Yəni o idarə etməni ələ ala bilirsən. Eynən. Sizcə ən çətin yaş qrupu uşaqlar arasında hansıdır? Yəni dil öyrətmək cəhətdən ən çətin qrup. Mən indiyə kimi 5 yaşdan başlayaraq 13 yaşa qədər uşaqlarla işləmişəm. Düşünürəm ki, elə ən kiçiklə ən böyük işlədiyim yaş qrupu aralığı. Çünki 5-6 yaş onlar həm asan görünür, həm də çətindirlər. Nə mənada? Onların diqqəti çox belə kiçik olur da, belə diqqət müddəti. Ona görə daim dəyişiklik olmalıdır, burada hərəkət olmalıdır. Yəni sadəcə mən oturum, danışım və yaxud da oturaq nəyisə baxaq deyil, onlar özləri də durmalıdır, hərəkət eləməlidir və digər tərəfdən də dərslər də onlayndır. Bu ola bilər ki, uşaq kursuna getsin, gəlsin və sən onun diqqətini toplamağı bacarmalısan. 12-13 yaş isə artıq yeniyetməlik dövrüdür. Onların da dünyası, maraqları bir qədər fərqli olur. Onlarda fərdi yanaşma məncə daha effektiv olur. Çünki bir qrupda toplayanda onların artıq müəyyən formalaşmış maraqları olur. Əgər ortaq maraqları olmayan bir qrup yığılıbsa, bu uşaqlarla işləmək çətinləşir. Ya gərək qrup yığanda çalışıram ki, biz eyni oxşar belə deyək, maraqları olan uşaqlar olsun ki, biz o mövzular üzrə işləyək və yaxud da ki, digər tərəfdən də fərdi dərslər olur. Bir də onların dərs yükü də, məktəb dərs yükü də çox olduğu üçün biraz öyrənməyə də meyilli olur. Baxır yenə də qrupa. Elə uşaqlar var ki, biraz daha dərslərlə bağlı ingilis dilinə çox da vaxt ayıra bilmirlər, amma bəziləri də olur ki, onlar çox həvəslidirlər. Bu dildə, yəni hər şeyi bilmək istəyirlər də. Bu istəyir bu dildə filmə də baxsın, bu dildə kitab da oxusun. O uşaqlar artıq daha rahat olur. Onlar öz maraqları ilə gəlirlər. Sən artıq o marağa uyğun dərs formalaşdırırsan. Bəzən olub ki, məsələn 12-13 yaş uşaqlardan bizim dərsin mövzusu bu gün başqa olubdu, amma həmin gün məktəbdə hansısa hadisə baş verir və yaxud hansısa bir filmi izləyib, artıq biz dərsi o istiqamətə yönəltmişik. Onun üzərində suallarla, növbəti dərsdə də onun üzərində hər hansı bir tapşırıqlarla işləmişik. Əslində çox yaxşı fikirdir. Mən də onu dəstəkləyirəm. Yəni hər an plan dəyişə bilər. Uşaqların maraqlarına, istəyinə uyğun. Düzdür. Baxın, o belə şey olursan, yəni belə bir standart gəlib yoxdur uşaqlarına. Ola bilər ki, bugünün planı bu gün nəsə yaxşı hadisə baş verib ya da pis hadisə baş verib. Artıq sən o uşaqlarla bunu tutub onlardan, ona uyğun da dəyişiklik etməyi öyrənirsən elə onlardan. 5 yaşında uşaqlara da onlayn şəkildə tədris edirsiniz. Onlar necə kompüterin arxasında belə otura bilirlər? Hazırda işlədiyim qrup 9-13 yaş qrupudur. Bir neçə il öncə, amma 5 yaş qrupu. Mən ümumiyyətlə ilk başlayanda bizim bir onlayn bağça layihəsi var idi. Orada 5-6 yaşlı uşaqlarla başlamışdım onlayn dərslərdə. Çox maraqlıdır ki, orada da yəni bir neçə qrupumuz var idi. Ya valideyn yanında otururdu bəzi uşaqların, nəzarət edirdi ki, durub getməsin. Amma bəziləri də vardı ki, belə çox rahat şəkildə otura bilirlər. Çünki onda biz gəl dərs başa salaq kimi keçmirdik. Daha çox mahnılardır, oyunlardır. Onlar durub hərəkət edirlər və yaxud gedir evdə özünün hər hansı bir əşyalarından gətirir, göstərir, onun haqqında danışır və ya nəsə bir şəkil çəkir. Daim onları belə məşğul tutmağa çalışırsan ki, məsələn 1 saat ərzində, 45 dəqiqə ərzində onlar fikirləri dağılmadan dərsə qulaq asa bilsinlər. Super. İlk dəfə uşaqlara dərs deyən zaman sizi təəccübləndirən nə olmuşdu? İlk vaxtlarda düzü bilmirəm, mən təəccüblənmişdim, yoxsa onlar təəccüblənmişdi. Bizim ilk dərs deyən vaxtlarda mən daha çox xarici mənbələri araşdırırdım ki, onlar necə öyrədirlər ingilis dilini, ingilis dilli olmayan ölkədə yaşayan uşaqlara.
Və əksər təcrübələrdə gördüm ki, onlar ancaq ingilis dilindən istifadə edirlər. Nə uşaqlar, nə müəllim bir-birinin dilini bilmirlər. Məsələn, Çin təcrübəsindən götürək. Orada bir neçə YouTube-dan daha çox videolar izləyirdim onda. Və düşündüm ki, bu üsulu mən də öz dərslərimə tətbiq edim, kiçik yaşlı uşaqlarımızla. Biz ancaq ilk dərslərdə başlayanda ancaq ingilis dilində danışdıq. Və bu formada da vardasa 1-2-3 aydır ki, belə davam edirdik və uşaqlar qəbul eləmişdilər ki, bu dərsdə ancaq ingilis dilindədir. Onlar öz bacardığı kimi danışırdılar və mən də onlarla ancaq ingilis dilində ünsiyyət qururdum. Və bir gün necə oldusa, xatırlamıram hansı situasiyada oldu. Mən Azərbaycan dilində söz istifadə etməli oldum və uşaqlar çox belə təəccübləndilər ki, müəllim Azərbaycan dilini bilirmiş. Ondan sonra bir qırılma oldu. Müəllim Azərbaycan dilini bilir. Başladılar Azərbaycan dilində danışmağa. İngilis dili, Azərbaycan dili istifadə etməyə. Həmin dövrdə başqa qruplarla da biraz 7-8 yaş qruplarında valideynlərdən geri dönüş gəldi ki, dərslərdə ancaq ingilis dili olmasın, bəs müəyyən anlarda Azərbaycan dilinə də tərcümələr olunsun, çünki tam ingilis dili olanda uşaqlar başa düşmürlər. Düzü biz bu keçidi elədik, hansılar ki tam yeni başlayandılar, amma indi ona etmirik. Yeni başlayanlarda iki dildən də tərcümə ehtiyacı olduqda edirik, amma müəyyən qədər danışıq bacarığı olan uşaqlarla biz ancaq ingilis dilində dərs idarə edirik. Bəlkə bir 10% hallarda hansısa bir sözün tərcüməsində, yəni tərcümə edirik. Düzü bilmirəm, burada məsələn sizin də fikriniz maraqlı olar ki, daha kiçik yaşlı uşaqlarla tam ingilis dilində davam etməkmi düzgündür? Çünki mən düşünürəm ki, onlar gördüyünü, bunun adını ingilis dilində eşidirsə, bunun tərcüməsini etmədən onu qavrayırlar. Amma əslində mənim düzdür, mən balaca uşaqlara dərs deməklə bağlı çox təcrübəm yoxdur, amma təcrübəm odur ki, mən öz oğluma ingilis dilində öyrətmişəm. Lap körpə vaxtlarından sadəcə ondan ingilis dilində danışmağa başladım. Yəni heç vaxt deməmişəm ki, məsələn, fincan dalınca da onun tərcüməsini belə deməmişəm. Sadəcə avtomatik başladım danışmağa və necə eşitdisə elə qəbul elədi və sonra fikirləşdim ki, o yaşda uşaqlar yəni analiz eləyə bilmirlər də tərcüməyi. Avtomatik nə görürlərsə onun adını deyib, yəni istifadə eləyirlər. Məsələn, bu böyüklərdə çox da işə yaramır. Çünki onlarda coachingdə də elə bir şey var ki, böyüklərdə analiz eləmə qabiliyyəti çoxdur. Onlar hər şeyin izahını istəyirlər və ki, bu normaldır. Ona görə də dərslərdə ingilis dili, bəzən də Azərbaycan dili istifadə eləmək olar. Əsas da bu başlanğıc səviyyədirsə. Çünki əgər o bir şey məsələn başa düşmədisə, ki, onun Azərbaycanca qarşılığını verməsən, artıq onda stres yaranacaq, hətta həvəsdən düşəcək, oxumayacaq. Amma uşaqlarda hardasa mən düşünürəm ki, indi oğlumun 5 yaşı var. Ona indi də yəni tərcümə demirəm. Yəni ümumiyyətlə danışırım və o da ya Azərbaycan dilində cavab verir, istəyən də ingilis dilində cavab verir, amma əminəm ki, başa düşür məni. Bəlkə daha böyük uşaqlarda düşünürəm ki, çünki artıq 7 yaş üzəri uşaqlarda artıq o prefrontal korteks inkişaf edir, analiz edirlər, artıq onlar da sorğuluyurlar, başa düşürlər məsələn zaman, to be və s. kimi şeyləri. Bəlkə onlar artıq ehtiyac görürlər, əgər sıfırdan başlayırlarsa ingilis dilindən, xarici dilə ehtiyac görürlər ki, onlara Azərbaycan dilində də bəzən istifadə olunsun. Məncə. Amma hər bir halda məsələn böyüklər daha çox sorğulayır ki, onlarda niyə belədir, bizdə belə deyil. Amma indi bu dillərdir də. Yəni orada o dilin qrammatikası, dilin quruluşu bu cürdür. Bizdə isə belədir. Biz bir çox tərcümələrdə də o dildən bu dilə tərcümə edəndə düzgün sözlər ala bilmirik. Məsələn, o dildə olan bir neçə sözü bizim dilə tərcümə edəndə eyni söz ortaya çıxır. Artıq orada suallar yaranır ki, mən onda ingilis dilində bu cümləni quranda hansı sözü istifadə edim, o birini quranda hansı sözü istifadə edim. Amma uşaqlarda o problem yaranmır. Mən onu görmüşəm. Məsələn, yeni başlayanlarda bu bilir ki, burada məsələn I, my bu olmalıdır. O orada demir ki, mən niyə burada my istifadə edirəm, amma burada isə I deyirəm məsələn. Amma böyüklər o dərinliyə gedir və orada dolaşıqlığı da özlərinə yaradırlar. Onu qəbul edirəm ki, bu belədir. Və oxuyub nümunələr üzərində. Mən daha çox ona üstünlük verirəm ki, sən müəllim olaraq bizi dinləməkdən çox o dildə olan insanları, o dildə danışan insanları dinləsinlər ya da oxusunlar. Görsün ki, o cümləni bu cür işlədir, bu cür tələffüz eləyir.
Razıyam. Və yaxud tək məsələn bu ingiliscə də eşitsin, Kanadalını da eşitsin, yeri gələndə Avropalını da hamısının ləhcəsini eşitsin və hamısının ortaq cümlə quruluşu eyni olur, amma ləhcə fərqləri olur və bütün ləhcələrdən tanış olsun. Sən dinləmələrdə də onu edirik. Fərqli danışıqların dinləmələri ya oxu. Mənə elə gəlir ki, məsələn o müəyyən müddət sonra sən daha çox oxuyanda, daha çox eşitdikcə o quruluşlar yerinə oturur. Sən yavaş-yavaş istifadə etməyə Razıyam, başlayırsan. çox razıyam sizlə. Böyüklərin uşaqlardan öyrənə biləcəyi nəsə varmı? Dillə bağlı. Səhvlərdən qorxmamaq. Səhvlərdən qorxmamaq. Məncə səhvlərdən qorxmamaq. Yəni səhvlərdən qorxmaq, prosesə inanmaq. Yəni bir öyrənmə prosesinin içindəyik. Bu təbii ki, zaman alacaq. Yəni bunun hər hansı bir başlanma, bitmə nöqtəsi məncə yoxdur. Çünki dil elə bir şeydir ki, istifadə edirsən aktivləşir, istifadə etmirsən heç öyrənməmiş kimi sıfırlanırsan. Razıyam. Yəni demək olar ki, sıfırlanan vəziyyətə gələn adamlar olur. Hansı ki, deyirlər biz bir vaxtlar məsələn B1, B2, C1 səviyyələrində idi. Amma uzun müddət istifadə etmirəm. İndi gəlmişəm A1-ə. Ona görə öyrənən zaman səhvlərdən qorxmamaq və daha çox hər şeyi başa düşmədən də öyrənmək olar məncə. Hər xırdalığa getmədən öyrənmək olar. Bəzi insanların elə bilirəm ki, xarakterləri də kömək eləyir onlara. Çünki məsələn mən adam tanıyıram ki, o utancaq biri deyil, çəkinən biri deyil və səhv də olsa danışır. Baxıram ki, o daha irəli gedib və daha yaxşı öyrənir. Məsələn, bəzən o elə bilirəm ki, təkcə dil öyrənmək qabiliyyəti yox, həm də biraz xarakterimizi də inkişaf elətdirməliyik ki, qorxmamaq. Bu xarakter məsələsi uşaqların özlərinə də təsir edir. Uşaqlarda da olur. Məsələn, onu da müşahidə eləmişəm. Məsələn, gözləyirik ki, biz danışıq əsaslı dərslərdə fikirləşsən ki, daha çox danışsın uşaqlar. Amma mən onu son dövrlərdə daha belə özümdə qəbul etməyə çalışmışam ki, uşaqların da xarakterləri müxtəlifdir. Məsələn, eləsi var daha çox danışqan meyllidir. İlk sual verən kimi onlar birinci cavab verirlər. Amma elə uşaqlar var ki, bu yəni dil məsələsi deyil də. Mən fikirləşirdim ki, bəlkə dil məsələsidir, sıxılırlar, danışmaq istəmirlər, amma onlar öz əsas dillərində də, Azərbaycan dili, rus dillərində də özlərini konkret ifadə edirlər. Fikirləri konkretdir. O ingilis dilində də eynidir. Kimlər ki, daha çox danışığa meyllidir, uşaq ya da böyük, onlar üçün öyrəndiklərini tətbiq etmək daha asandır. Kimlər ki, daha belə konkretdirlər, onlar məsələn, deyək ki, 100 söz öyrənsələr də, bu insanlar onsuz da 10 söz istifadə edirlər. O təsir edir məncə. Amma bunu normal qəbul etmək lazımdır da. Yəni normal qəbul etmək lazımdır. Çünki adətən müəllimlər dərd eləyir ki, bu danışmırsa, mən bunu necə danışdıra bilərəm? Çox danışsın, ki məşq eləsin. Həqiqətən onu görsən ki, yox, o demək deyil. Az danışırsa bilmir demək deyil. Sadəcə bu insanın xarakteri belədir. Maraqlı fikirdir.